başladı. Artıq demək olar ki, biz 6 ildir ki, tanıyırıq bir-birimizi. Çalışırıq ki, fərqi yoxdur. İstir özel günlər olsun, istir adi günlər olsun. Bax, sizin kimi könüllərdən gəlirik ki, şəhidlərimizi yad edək ki, onlar ailələr də görsün ki, bizim kimi gənclər, sizin kimi gənclər onları heç vaxt unutmur. Mingəçevir Gənclər Evində artıq demək olar ki, bir məzarın başında layihəsi var, Cəbərə gedən yol. Çox fəaldır, heç bir şəhərdə, rayonda bir işi yox, həqiqətən. Həqiqətən də, yəni biz işi gördüyümüzü, yəni biz gördük deyə demirəm, amma həqiqətən həqiqətən də elədir. çox yerlərdə, məsəl üçün, sentyabr ayında olur, yəni xüsusi günlərdə də bizdə, amma özünüz görürsünüz ki, yəni biz vaxt tapdıqca gəlir. Bu bizim həqiqətən borcumuzdur, bunu rütman xarakterini beləmir. Sadəcə istəyirik ki, gələk bir az da olsa könlümüz xoş olsun. Elvan qardaşımız evin tək övladı. Həmişə gəlirsiniz, həmişə razıyam, Gənclər Evindən. Çox sağ olun, Allah da sizdən razı olsun. Heç biz sizə nə eləyə bilirik ki, sadəcə gəlib ziyarət edə bilir. Əgər orada biraz sizin qəlbinizə dəyə biliriksə, yaxşı mənada nə xoşbəxtdir ki, Mən övladımı istəyirəm, heç kəs onu mənə qaytaramır. Əlbəttə, Heç kəsin günahı yoxdur. Kim istəyər ki, mənim balam verilsin? Ona görə mən heç kəsdən incimirəm, heç kəs. Dövlətdən incimirəm, ona görə ki, mənim oğlum özü gedir. Yəni, mənim kinim yoxdur dövlətə. Sağ olun. Allah Tam səmimi ruhlarını deyirəm, şad ha. eləsin, bəli. Məqamları